Əziz izləyicilərimiz, əziz şagirdlərimiz, əziz valideynlərimiz, mən Vüsal Kəlbəcəri Çağdaş Təhsil Komandasının rəhbəri bugün Azərbaycanımızın, ora baxın müəllim, gözəl, qonaqpərvər rayonlardan biri olan Zaqatala rayon Cimcimaq kəndində. Cimcimaq kəndi ən ucqar kəndlərdən biridir. Bir şey ki, burada telefonun seti deyilən şey yoxdur və ancaq burada internetdir. Yəni bu ucqar kəndlərdən biridir. Mən Vüsal Kəlbəcəri bugün gözəl bir müəllimin qonağı, gözəl bir ziyalının qonağı Ramazan müəllim. Sizi xoş gördük. Allah təala sizə uzun ömürlü can sağlığı versin. Adınız, soyadınız? İsayev Ramazan Hüseyin. Çox gözəl. Neçə ildir təhsil sahəsində çalışmısınız? 37 il. Ay maşallah. 37 il təhsil sahəsində canınızı fəda verən müəllimlərdən birisi. Sizə öz adımızdan dərin təşəkkür bildirirəm. Yaxşı müəllim, siz indi hal-hazırda neçə yaşınız var? 60 neçə yaşınız var indi hal-hazırda? 66 il keçmiş. 66 yaşınız var. Çox gözəl. Yemək alır ki 65 yubileydir. Bir dəqiqə anam. 65 yubileyi münasibəti təbrik edir. O gün olsun 70, 80, 90, 100 yaşında gərək gözəl çəkiliş edir inşallah. Biz bilirik həm də gözəl atasınız. Gözəl babasınız. Neçə övladınız var? Övladım yox. Allah ömrü. Bütün şagirdlər sizin övladlarınızdır. Bütün insanlar, bütün şagirdlər, bütün tələbələriniz sizin övladlarınızdır. Bizlər sizin hamınız övladlarınız sayılır. Sizə öz adımızdan dərin təşəkkür bildirirəm. Allah sizə uzun ömür versin. Can sağlığı versin müəllim. Və bizdə bugün 2026-cı il, demək 7 mart tarixidir. Qarşıdan gələn 8 mart münasibətilə sizin yoldaşınız da, bütün insanlar da, kəndinizin insanlar hamısını təbrik edirəm, qadınlarımızı. Demək bizdə 2026-cı 7 mart tarixidir. Bu günlərim sizə arzumuz odur ki, gələcəkdə sizin 70, 80, 90 yaşınız olsun. Bax, buradan tələbələrinizə, şagirdlərinizə öz ürək sözləri nə deyə bilərsiniz? Nə deyə bilərsiniz şagirdlərinizə, tələbələrinizə? Onlara öz ürək sözləri nə deyə bilərsiniz? Şagirdlərə. Şagirdlərə ancaq oxumaq. Bəli, bir də oxumaq. Ancaq oxumaq. Bir də oxumaq. Çünki, oxumaq. bəli, çünki Azərbaycan bayrağını yüksəklərə qaldırmaq üçün daha savadlı olmaq. Düzdür, idmanda da yüksəklərə qaldırırlar. Gedir erməninin başını kəsir də yüksəklərə qaldırırlar. Bayrağımızı yüksəklərə qaldırır. Amma savadlı olmaq da daha gözəldir. Siz öz adımızdan sağ ol deyirik, dərin təşəkkür edirik. Stop.